Bizim cəmiyyətimizdə bu gün namaz deyəndə insanların ağlına müəyyən sinifə məxsus olan, müəyyən təbəqədə olan insanların davranışları gəlir. Mollalıq gəlir. Halbuki namaz hər bir müsəlmanın qılması, yerinə yetirməsi vacib olan Allahın bir əmridir. Namaz eyni zamanda bir duadır. Allahla ünsiyyətdə olub birbaşa Allahın huzurunda öz istəklərini Allaha çatdırmaq deməkdir. Mən arzu edirəm ki, bu verilişə baxan insanlar arasında və ya kiməsə bu verilişi göndərsələr bu YouTube linkini, həmin adamlar da bir an öncə bir namaza əgər qılmırlarsa başlasalar. Çox mühüm məsələdir Araz müəllim. İslamla müsəlmanı bir-birinə qarışdırmayaq. İslam təmizdir. İslam ləkə götürməz. Müsəlman xəta edə bilər. Müsəlman günah edə bilər bir insan kimi. Müsəlmanın hansısa bir xətasını, günahını İslamda görməyək. İslama yapışdırmayaq. İslamla müsəlmanı bir-birindən ayıraq. Bizim cəmiyyətimizdə çox təəssüflər olsun ki, belə bir anlayış var. Hansısa bir xəta edən, səhv edən, yanlış bir hərəkət edən müsəlmanın o səhvi, o xətasını İslama yapışdırırlar. Çox dəyərli Minbər TV izləyənlər, Uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun. Artıq Rəcəb ayının mübarək 3 aylardan olan Rəcəb ayının əvvəllərindəyik. Allaha həmd olsun. Bundan sonra Şaban ayını Rəbbim, Ramazan ayını bizləri o aylara qovuşdurmağı bizə nəsib eləsin inşallah. Bu 3 aylarda nələr eləyə bilərik? Ramazan ayına hazırlıq olan Rəcəb və Şaban ayında nələrə diqqət eləyə bilərik? Ramazana necə hazırlaşa bilərik? Bu mövzu ətrafında bəhs etmək üçün çox dəyərli ilahiyyatçımız, Şəki Mərkəzi Cümə Məscidinin imamı Müşfiq Xəlilovu dəvət etmişik Minbər TV-yə. Müşfiq müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz. Necəsiz? Çox sağ olun, necəsiz? Allah razı olsun. Allah hər zaman yaxşı eləsin. Müşfiq müəllim, bu Ramazan ayı gəlir. Allah Taala bu aya, Ramazan ayına qovuşmağı bizlərə nəsib eləsin inşallah. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləmin bir gözəl duası da var bununla bağlı. Rəcəb və Şaban ayını bizlərə xeyirli, mübarək qıl və bizi Ramazana qovuşdur deyə. Bu aylarda nə edə bilərik deyə soruşmaq istəyirdik. Bismillah, elhamdülillahi rabbil alamin və salatu vəsselamu ala rasulina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Çox sağ olun Araz müəllim, bir daha bizi Minbər TV-yə dəvət etdiyiniz üçün. Bəli, sizin də bəhs etdiyiniz kimi, vurğuladığınız kimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə dua edərmiş. Allahumma barik lana fi Rəcəb və Şaban və bəlliğna Ramazan. Allahım, Rəcəb və Şaban aylarını bizim üçün bərəkətli qıl və bizi Ramazana qovuşdur. Düzdür, bəziləri iddia edir ki, bu hədis zəifdir falan. Halbuki İslam alimlərimiz eyni zamanda bunu da vurğulamışdılar ki, zəif hədis hansı vəziyyətlərdə, hansı hallarda əməl olunur. Bu bir duadır. Dua mahiyyətində biz bunu söylüyoruz. Burada dua mahiyyətində söylədiyimizə görə heç bir problem yoxdur. Zəif hədislər birbaşa etiqadla əlaqəli, ibadətin mahiyyəti ilə əlaqəli məsələlərdə tətbiq olunmaz, əməl olunmaz. Sadəcə bir duadır. Bir dua kimi biz də bunu söylüyoruz. Çox gözəl bir duadır. Allahım, Rəcəb və Şaban aylarını bizim üçün bərəkətli qıl. Baxın. Allahumma barik lana fi Rəcəb və Şaban və bəlliğna Ramazan. Və bizi Ramazana qovuşdur, bizi Ramazana çatdır. Bərəkətli qıl, mübarək et, eyni kökdən gəlir bu kəlmələr. Onun üçün bərəkətli qıl, bərəkətli et deyə tərcümə etdim. Nə deməkdir? Allahım, birincisi bu duanı edərkən eyni zamanda o 2 ayın bizim üçün bərəkətli olması üçün çalışmaq lazımdır. Yalnız bu 2 ay bizim üçün bərəkətli et deyib kənarda durmaqla o 2 ay bərəkətli olmaz. İnsan ruh və bədəndən ibarətdir. Mən belə fikirləşirəm ki, bu dua ilə sanki ruhumuz Ramazana bir hazırlıq dönəminə girmiş olur. Həmişə bu hər il Ramazandan əvvəl bu 2 ay girəndə bu duanı eləyərək bir ruhən bir rahatçılıq tapır insan. Sanki biraz həyəcanlar Ramazana bir hazırlaşmış kimi özünü hiss eləyir. Və bir də bədənin hazırlanması prosesi var ki, bunu oruç tutmaqla və ya belə daha dəqiq soruşsaq, hansı günlərdə nə qədər oruç tutaraq biz Ramazana bədənimizi hazırlaya bilərik? Dediyiniz kimi Araz müəllim, bu duanı oxuyarkən xüsusilə adam biraz həyəcanlanır. Çünki duada hansı ifadələr var? Allahım, bizi Ramazana çatdır deyə dua edirik. 11 ayın sultanı olan Ramazana çatdır deyə bir dua edirik, təsəvvür edin. Bu dua ilə Ramazana kimi bu duanı ediriksə, Ramazan gəldikdə hər halda
bizim üçün daha sevincli olacaqdır. Bəli. O aydan daha çox istifadə etməyə çalışacağıq. İnşallah. Ramazana qədər də bir növ Ramazana hazırlıq mahiyyətindədir bu 2 ay. Nə edə bilərik? Ən gözəli həftənin 1-ci və 4-cü günləri oruç tutmaqdır. Doğrudur, hər zaman bu orucu biz, bu sünnə müstəhab olan orucu yalnız Rəcəb və Şaban aylarında deyil, hər zaman tuta bilərik, tutmalıyıq da imkan daxilində. Amma xüsusilə bu 2 ayda daha çox həftənin 1 və 4-cü günləri oruç tuta biliriksə, bir növ Ramazana hazırlıq mahiyyətində daha faydalı olmuş olar. Bundan əlavə Rəcəb ayında indi 26-sından 27-sinə keçən gecə Meyras gecəsi var. Rəcəbin İnşallah. 26-sında 27-sinə keçən gecə Meyras gecəsidir. Məhz Meyrasdan da biraz bəhs etmək lazımdır. Xüsusilə Meyras deyəndə şəxsən mənim ağlıma namaz gəlir. Çünki namaz möminin meyracıdır deyə bir hədis var. Məhz Meyrasda Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə namaz fərz edilibdir. Diqqət edin Araz müəllim, arada heç bir vasitə olmadan uca Allah namazı Peyğəmbərimizə məhz Meyrasda və Peyğəmbərimizin timsalında bütün müsəlmanlara fərz edibdir. Digər ibadətlər, digər fərz əməllər, belə deyək, misal üçün zəkat, oruc. Allah-u Teala Cəbrail əleyhissalam vasitəsilə Peyğəmbərimizi vəhy edib, fərz edib, vacib edib. Amma namaz məhz Meyracda arada heç bir vasitə olmadan Peyğəmbərimizə uca Allah namazı, 5 vaxt namazı fərz edib. Bu namazın önəmli əhəmiyyətini göstərir. Bilirsiniz, Meyracda birbaşa Peyğəmbərimizə Allah-u Teala vəhy edir, Cəbrail əleyhissalamsız. Vasitə yoxdur. Doğrudur, əsasən Cəbrail əleyhissalam vasitəsilə vəhy edib Allah-u Teala Peyğəmbərimizə, amma burada artıq Cəbrail əleyhissalam da yoxdur. Bəqərə surəsinin son 2 ayəsi Əmənər Rəsulu dediyimiz 2 ayəni vəhy edib, ümmətindən Allaha şərik qoşmayanların bağışlanacağı müjdəsi və bir də 5 vaxt namaz. Və xüsusilə namazın üstündə durmaq istəyirəm. Bu namazın önəmini, əhəmiyyətini göstərir. Təşbehdə, bənzətmədə deyir xəta olmaz. Təsəvvür edin ki, kiməsə bir söz çatdıracaqsan, Araz müəllim, hansı kimisə vasitəsilə. Deyirsən ki, mənim bu sözümü sən falan kəsə çatdır. Bəzən o deyəcəyin söz o qədər önəmli, o qədər əhəmiyyətlidir ki, Özüm. deyirsən ki, yox, özüm çatdıraram. Yox, özüm birbaşa gedib deyəcəm deyirsən. Bu deyəcəyin sözün daha önəmli, əhəmiyyətli olduğunu göstərir. Namaz ibadəti də demək ki, o qədər önəmli, əhəmiyyətli bir ibadətdir ki, yanlış anlaşılmasın, digər əmrlər də, zəkat da, oruç da, həc də fərzdir. Amma yenə namaz onlardan yenə seçilir. Namaz dinin dirəyidir. Namaz bütün ibadətlərin şahıdır. Bunu da Allah-u Teala xüsusilə burada bizə bildirib ki, namaz həqiqətən ayrıcadır. Namazın yeri, önəmi başqadır. Məhz onun üçün Meyrasda heç bir vasitə olmadan birbaşa Allah-u Teala namazı Peyğəmbərimizə və Peyğəmbərimizin timsalında bütün müsəlmanlara, möminlərə fərz etdi. Namaz çox mühümdür. Araz müəllim. Namazsız bir dində xeyir yoxdur. Baxın, İslamın ilk illərində Saqif deyə bir qəbiləsindən bir heyət gəlir Peyğəmbərimizin yanına. Ey Allahın Rəsulu, daha doğrusu ey Muhammed deyirlər. Hələ çünki Peyğəmbər deyil, hələ müsəlman olmayıblar. Biz müsəlman olmağa gəldik, İslamı qəbul etmək istəyirik, amma bəzi şərtlərimiz var. Peyğəmbərimiz buyurur, nədir şərtləriniz? Ey Muhammed, bizdən öşür alınmasın. Öşür zəkatın bir növüdür, əkin məhsullarının zəkatıdır. Əkin məhsullarının 1/10 və ya 20/1 ehtiyac sahiblərinə verməkdir. Zəkatın bu növü olan bu öşür bizdən alınmasın. Cihada da bizi çağırma. Bir də namaz da bizə fərz olmasın, namaz da qılmayaq. Bu 3 şərt altında biz İslamı qəbul edirik. Müsəlman olduq. Peyğəmbərimiz İslamın ilk illərində baş vermiş bu hadisədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyir? Yaxşı, güzəştə gedir də belə deyək. Öşür sizdən alınmayaq. Cihada da sizi çağırmayaq, amma namazsız bir dində xeyir yoxdur. Namazda güzəştə getmir. Diqqət edin, halbuki digər o əməllər də əslində fərz vacib mahiyyətindədir. Cihad da, öşür də heç də belə deyək, az əhəmiyyətli bir əməl deyil. Amma onlarda güzəştə gedir Peyğəmbərimiz. Nə deyir? Amma yox, namazsız bir dində xeyir yoxdur. Namazda güzəştə getmir. Çünki namaz bu mənada önəmlidir, mühümdür, əhəmiyyətlidir. Namazsız bir müsəlman meyvəsiz ağac kimidir. Namazsız bir müsəlmanın imanı uçurumdadır, təhlükədədir. Hər zaman o uçurumdan yerə düşmə ehtimalı vardır. Hər nə qədər inansa da, iman etsə də, imanı olsa da namaz qılmırsa, biz demirik namaz qılmayan şəxs dindən çıxar. Haşa, elə bir düşüncəmiz, iddiamız, görüşümüz yoxdur. Çünki İslam alimlərinin böyük əksəriyyəti o düşüncədə, o fikirdə deyil. Amma namazsız bir müsəlmanın, bir möminin imanı uzun müddət canlı, diri olaraq qala bilməsi mümkün deyildir. Bu mənada deyirik ki, namazsız bir müsəlmanın imanı uçurumdadır. Hər an o uçurumdan yerə düşə bilər, parçalana bilər, məhv ola bilər. Bu mənada namaz çox mühümdür, çox önəmlidir. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Araz müəllimi son vəsiyyəti nə olub? Amandır, namaza diqqət edin. Amandır, namaza diqqət edin. Səhv etmirəmsə, Həzrəti Ümmü Sələmə anamız olması lazım, səhv etmirəmsə, bu hədisi rəvayət edən deyir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm
artıq vəfat etmə ərəfəsindədir. Rafiqul a'laya, uca dosta getmə ərəfəsindədir. Bu vəsiyyətini bizə edir. Əmriniz altında olanlar haqlarına riayət edin. Bir də namaza, amandır namaza diqqət edin. Bunu dəfələrlə təkrarladı. Amandır namaza diqqət edin, amandır namaza diqqət edin deyə dururdu deyir. Bir müddət sonra gördük ki, Peyğəmbərimiz artıq ağzı tərpənir, amma səsi çıxmır. Amma biz bilirdik ki, o ağzının tərpənişindən biz bilirdik ki, yenə Peyğəmbərimiz həmin sözü təkrarlayır. Amandır namaza diqqət edin, amandır namaza diqqət edin. Niyə məhz namaz dedi? Niyə oruç demədi? Niyə zəkat demədi? Niyə həc demədi? Yenə deyirəm, yanlış anlaşılmasın. Həc, oruc, zəkat da fərzdir. Allahın əmridir. Onları haşa kiçik görmək mənasında söyləmirəm. Amma namaz qədər deyil. Namazın önəmi, əhəmiyyəti bir başqadır. Xüsusilə namazın üzərində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xüsusilə durub. Bu nöqteyi nəzərdə namaz möminin meracıdır. Məhz Rəcəb ayında Merac gecəsində namaz fərz qılınıb bizə və xüsusilə bu aylarda namazlarımıza daha çox diqqət eləməliyik. Araz müəllim. Mən arzu edirəm ki, bu verilişə baxan insanlar arasında və ya kiməsə bu verilişi göndərsələr bu YouTube linkini, həmin adamlar da bir an öncə bir namaza əgər qılmırlarsa başlasalar. Çünki belə bir ifadə var. Allah Teala deyir, elə ya da belə sən Allaha gedəcəksən. Bir xoşluqla gedəcəksən. Xoşluqla nədir? Biz indi deyirik, bir adam qəlbinə düşür, gedir namaza başlayır, imanını möhkəmləndirməyə çalışır. İkinci, Allah Teala insana böyük bir müsibət verir və o adam təzədən Allaha yönəlir. Kibrini, digər şeyləri bir kənara qoyur, özünün fani olduğunu, əlindəki nə var, nə yox, hamısı fani olduğunu bir kənara qoyur. O da bir dəvətdir əslində və Allaha dönür. Üçüncü dönüş deyir, əgər ona qədər dönməyib, üçüncü dönüşdə dönmək məcburiyyətinə qalırsansa, o məcburi dönüşdür və icbari dönüşdür. O da artıq torpağın altında mümkündür. Onda da artıq namaz qılmaq mümkün deyil. İnşallah Araz müəllim, inşallah. Hər kəsə nəsib eləsin. Bu ayda ilk başlaya biləcəkləri, bizim də daha çox diqqət eləyə biləcəyimiz ibadətlərdən biri də məhz namazdır. Namaz gözümün nurudur deyir Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm. Çox təəssüflər olsun ki, Araz müəllim, üzr istəyirəm, sözünüzü Buyurun, kəsdim. buyurun. Bizim cəmiyyətimizdə bugün namaz deyəndə insanların ağlına müəyyən sinifə məxsus olan, müəyyən təbəqədə olan insanların davranışları gəlir. Mollalıq gəlir. Halbuki namaz hər bir müsəlmanın qılması, yerinə yetirməsi vacib olan Allahın bir əmridir. Namaza bu şəkildə baxmamaq lazımdır. Namaz Allahla ünsiyyət qurmaqdır. Namaz Allahın huzuruna çıxmaq deməkdir. Allahla bərabər olub onunla danışmaq deməkdir. Namaz eyni zamanda bir duadır. Allahla ünsiyyətdə olub ona öz istəklərini birbaşa Allahın huzurunda öz istəklərini Allaha çatdırmaq deməkdir. Namaza bu şəkildə baxmaq lazımdır. Və mən yeri gəlmişkən bizi izləyən tamaşaçılarımıza özümü tutub deyirəm ki, çox mühüm məsələdir Araz müəllim. İslamla müsəlmanı bir-birinə qarışdırmayaq. İslam təmizdir. İslam ləkə götürməz. Müsəlman xəta edə bilər. Müsəlman günah edə bilər bir insan kimi. Müsəlmanın hansısa bir xətasını, günahını İslamda görməyək. İslama yapışdırmayaq. İslamla müsəlmanı bir-birindən ayıraq. Bizim cəmiyyətimizdə çox təəssüflər olsun ki, belə bir anlayış var. Hansısa bir xəta edən, səhv edən, yanlış bir hərəkət edən müsəlmanın o səhvi, o xətasını İslama yapışdırırlar. Halbuki İslam, biraz əvvəl bəhs etdiyim kimi, ləkə götürməz. İslam təmizdir. İslam doğrudur. İslam dürüstlük bir dinidir. Mənim acizana bu insanlara tövsiyəm, müsəlmana baxıb İslama dəyər verməsinlər, dinimizə dəyər verməsinlər. Birbaşa İslamı oxumağa çalışsınlar. Birbaşa Peyğəmbərimizin həyatını oxumağa çalışsınlar. Əks halda şəxsiyyətlərə baxıb dini dəyərləndirəriksə, biraz əvvəl bəhs etdiyim bu xətaya düşərik. Müsəlman xəta edə bilər. Bir insan kimi xəta edə bilər. Amma İslam xətasızdır. Allahın göndərmiş olduğu din xətasızdır. Peyğəmbərimizin həyatını oxuyaq. Birbaşa İslamı oxuyaq. Quranı oxuyaq. Hədisləri oxuyaq. Sünnəni oxumağa cəhd edək. Hansısa qonşumuzda namaz qılan filan kəs bu səhv hərəkəti etdi deyib o səhv hərəkəti, o xətanı İslama yapışdırmayaq. Çox mühüm məsələdir Araz müəllim. Çox təəssüflər olsun ki, doğrudur, insanlar, belə bir söz var, şəxsiyyətə heyrandır. İnsanlar şəxslərə baxırlar əsasən. Bugün namaza başlayanların da böyük əksəriyyəti, namaz qılanların böyük əksəriyyəti
birbaşa İslamın dini oxuyub namaza başlamayıblar. Hansısa əxlaqlı bir müsəlmanın hal və hərəkətləri onlara müsbət mənada təsir göstərib namaza başlayıblar. Deyiblər ki, mən də qonşumuz falan namaz qılan falan kəs kimi olmaq istəyirəm. Onun təbliğatı, dəvəti nəticəsində namaza başlayıblar. Amma ən bu məsələyə obyektiv yanaşmaq odur ki, əxlaqlı müsəlmanlara baxaq, onlardan yaxşı mənada təsirlənək, amma biraz əvvəl bəhs etdiyim kimi xətası olan şəxslərə, səhvi olan, halal və harama diqqət etməyən müsəlmana baxaraq dini, İslamı günahlandırmayaq. Burada xəta o şəxsindir. Bu ki, hansısa şəxsin o xətasına görə, o günahına görə biz dindən, İslamdan, namazdan uzaqlaşmayaq. Və bir də mən belə bir fikirdəyəm ki, Ramazan ayı gəlməmişdən əvvəl evlərimizdə də o ab-havanı biraz hiss elətdirmək üçün, bilirsiniz, evlərdə Allah Taala bütün evlərə övlad, uşaq nəsib eləsin inşallah. Amin. Nəvələr nəsib eləsin, evladlar nəsib eləsin. O uşaqlara sanki bir mesaj verilməsi lazımdır. Biz çox vaxt uşaqlara hədiyyə alıb aparırıq. Filan baba göndərdi, feşman baba göndərdi. Bir də dinimiz mənə əmr edir, mən də aldım deyərəkdən. Bu insanın ailə üzvlərində ola bilər, böyük adamlarda ola bilər. Onlar da ab-havanı hiss eləyərlərsə əgər, bu ki İslam bizdən ictimai bir həyat istəyir. Bizim elə bir icazəmiz yoxdur, elə bir şeyimiz yoxdur ki, biz gedək dağda hansısa bir mağarada sırf öz dinimizi yaşayaq. Biz ictimai varlıqıq və bu ictimaiyyətə də bu Ramazan ayının gəlişini hiss elətdirərsək, bunun birinci evimizdən başlayaraq, bu ab-havanı verməyə çalışarsaq daha gözəl olar. Bu mənim şəxsi fikrimdir. Tamamilə doğrudur Araz müəllim. Baxın, yəni deyirsiniz ki, İslamı cəmiyyətimizə, xüsusilə uşaqlara Bəli. müəyyən vasitələrlə sevdirmək lazımdır. Bəli. Bəli. Xüsusilə uşaqların üzərində durmaq istəyirəm. Uşaqlar üçün hədiyyə çox önəmlidir. Bəli. Əslində böyüklər üçün də önəmlidir. Bəli. Böyüklər də çox diqqət edir, əhəmiyyət verir hədiyyəyə, amma uşaqlar daha çox əhəmiyyət verir. Hədiyyənin çox da kiçikliyi, böyüklüyü çox da önəm ərz etmir. Orada əsas böyüklərdə diqqət məsələsinə fikir verirlər. Bəli, bir də ki, o hədiyyəni necə təqdim etmək məsələsi var. Xüsusilə belə bir bizim son illər, Araz müəllim, bəlkə də sizin də xəbəriniz var, eşidirsiniz. Son illər bizim belə bir layihəmiz var. Ramazan ayı girəndən etibarən ta bayrama qədər uşaqlara Ramazan hədiyyələri verməyə çalışırıq. Bir balaca bir kutumuz var. Üzərində Ramazan ayınız mübarək, Ramazan bayramınız mübarək deyə yazılı bir kiçik bir kutumuz var. O kutuya yenə bizim müsəlman qardaşlarımızın dəstəyi ilə bu iş olur. İçərisinə uşaqların sevdiyi kiçik meyvə suyu, deyək ki, kek, şokolad, belə şeylərdən ibarət bir dolu bir kutudur. Təkrar edirəm, kutunun üzərinə Ramazan ayınız mübarək, Ramazan bayramınız mübarək yazılır. Bu şəkildə bu kutuları biz uşaqlara paylamağa çalışırıq və bu paylayarkən son illər bu işdən məşğuluq biz. O uşaqların o uşağa o kutunu verərkən üzərindəki sevincləri bir sən görəsən Araz müəllim. Baxın, bəlkə də o kutunun çox da bir dəyəri yoxdur. 2-3 manat onun qiyməti olar, dəyəri olar. Kutunun içindəki ilə birlikdə. Amma gördüyü iş böyükdür. O vasitə ilə, o 3 manat vasitəsi ilə sən bir uşağa Ramazanı sevdirmiş olursan. O kutu vasitəsi ilə bir uşağa sən böyüyəndən sonra oruç tutturacaqsan. O qədər elə olub ki. Və o da uşaqlara gələcəkdə eləyəcək ki, bu mənə balaca vaxtı eləmişdilər. Təbii ki. Mən xoşuma Baxın, gəlmişdi. bir valideyninə keçən il səhv etmirəmsə olmuşdu. 2 övladı vardı, 2 kutu verdim. Övladına çatdırarsan, bizim adımızdan, məscidin adından Ramazan ayını təbrik edərsən uşaqlarını. Gedib çatdırıb daha sonra mənə səsli WhatsApp-da mesaj atdı. Müəllim, o kutuları verdim uşağa deyir. Səhv etmirəmsə birinin 10, birinin 12 yaşı var idi. Deyir, kutunu açdılar deyir. Bir sevinclə, videosunu çəkib mənə göndərmişdi. Bir sevinclə deyir, açdılar. Əslində bir şey deyil, içindəki də biz hər zaman yediyi bir şeydir. Kutunun içindəkindən daha çox kutunun o üstündəki o yazılar önəmli idi uşaq üçün. Deyir, bir sevincli bir şəkildə kutunu açdı deyir. Kutunun bir çölünə baxdı, bir yazısına baxdı. Çox sevinir, çox sevinir. Bir müddət deyir, belə durdu. Qəfildən qayıtdı ki, ata, sabah mən də oruç tutacağam. Baxın, çox dəyəri yoxdur o kutunun, mahiyyəti çox da elə dəyərli bir şey deyil. 2-3 manata başa gələn bir kutu, bir uşağın sabah mən oruç tutacağam sözünün deməsinə vasitə olur. Söhbət o uşağın oruç tutmasından getmir. O uşaq demək ki, bu orucu, Ramazanı, bizim dinimizi sevdi ki, bu söz onun ağzından çıxdı. Bu nöqtə nəzərdən dediyiniz doğrudur. Bəli, uşaqlarımıza bu şəkildə İslamı sevdirmək, Ramazanı sevdirmək lazımdır. O 13 yaşlı bir evladı var, bir dostumu. O biz deyir ki, indi biz hamımız Ramazana hazırlaşırıq deyirik də. Adamı atası həmin uşağı aparıbdı iftara keçəni. Uşaq bu il Rəcəb ayı girəndən
bir qutu aldırıb özünə. Bu Ramazan ayı ərzində pulunu toplayandan sonra iftar verəcək bir neçə nəfərə. Maşallah. O da o iftara aparıb atası da ona başa salıb da ki, bu savablı bir işdir. Bizi sevdirib ya. Bir-birinə kömək eləməyi sevdirib. Səmimiyyəti sevdirib. O səmimiyyətlə hər gün atasından pul alır. Bəlkə də neçə aylardır onu gözləyir, beynində qalıb ki, hə mən bir pul yığım, iftar verim. 13 yaşlı uşaq, 14 yaşlı uşaq. Ne güzel. Bunlar xırda şeylər çox şeyə səbəb olur. Müşvəli. Allah sizdən razı olsun. Allah razı Taala olsun. bütün etdiyiniz işlərə bərəkətlər versin inşallah. Allah Taala bu Rəcəb ayından, Rəbbimizin istədiyi şəkildə Şaban ayından eyni zamanda istifadə edib Ramazana qovuşa bilməyi Rəbbimiz bizlərə nəsib eləsin inşallah. Amin. Çox dəyərli izləyənlərimiz, bununla da Rəcəb və Şaban ayını necə keçirə bilərik, necə dəyərləndirə bilərik başlıqlı verilişimiz sona çatdı. Allahın izni ilə Ramazan ayında görüşmək ümidi ilə Allaha əmanət olasınız.